Hər kəsə salam. Yanvarın 18-i bazar gününə olan bürc proqnozu ilə qarşınızdayım. Videoya keçməzdən əvvəl bir şeyi vurğulamaq istəyirəm. Bu kanalda süni intellektin soyuq səsini yox, mənim real insan səsimi və enerjimi eşidirsiniz. Mənim kanalımın özəlliyi ulduzların dilini sizə hiss edərək, ruh qataraq ötürməyimdir. Bu səmimi ailəyə qoşulmaq və gününüzü bizimlə planlamaq üçün kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Gəlin görək bazar günü bizə hansı real dərslər verəcək. Qoç, bazar günü olsa da ağlınızda yeni həftənin planları var. Sabahki gərginliyi azaltmaq üçün bugün kiçik bir etməli olduqlarınız işlər barədə siyahı hazırlayın. Xırda bir israfçılıq ehtimalı var. Lazımsız endirimlərə aldanmayın. Yaxınlarınızla mübahisədən qaçın. Bugün sülh tərəfdarı olmaq sizə daha çox qazandıracaq. Buğa, işlə bağlı vacib bir qərarı bugün qətiləşdirməyin. Bazar gününün sakitliyindən istifadə edib sadəcə müşahidə edin. Köhnə bir borcun qaytarılması və ya gözlənilməz kiçik bir maddi dəstək sizi rahatladacaq. Sevdiyiniz insanla sadə, bəlkə də heç bir xərc tələb etməyən bir gəzinti münasibətlərinizə rəng qatacaq. Əkizlər, bugün sosial mediada və ya xəbərlərdə rastlaşacağınız bir məlumat sabah işinizdə sizə çox kömək edə bilər. Büdcənizdəki boşluqları görmək üçün əla gündür. Hesab kitab işləri üçün vaxt ayırın. Sözlərinizə diqqət edin. Zarafat kimi dediyiniz bir söz yaxın bir dostunuz tərəfindən yanlış anlaşıla bilər. Xərçəng, yaradıcı bir ideya sizi həyəcanlandıra bilər. Bazarın verdiyi rahatlıqla bu ideyanı kağıza tökün. Gərəksiz ev əşyaları almaqdan çəkinin. Pulunuzu daha vacib bir hədəf üçün saxlayın. Ailə böyükləri ilə vaxt keçirmək və ya onlara zəng etmək enerjinizi bərpa edəcək. Şir, bugün hər kəsin sizə ehtiyacı varmış kimi hiss edə bilərsiniz. Amma özünüzü yormayın. Bugün sizin istirahət haqqınızdır. Karyeranıza yatırım edəcək bir təlim və ya kitab üçün xərc çəkmək uğurludur. Romantik münasibətlərdə biz nəyi sualı yerinə indi xoşbəxtlikmi sualına fokuslanın. Qız, növbəti həftənin gərginliyini indidən düşünmək sizi yorur. Bugün iş haqqında danışmağa qadağa qoyun. Gözlənilməz bir endirim və ya fürsət qarşınıza çıxa bilər. Şəxsi həyatınızda gizli qalmış bir mövzu aydınlaşa bilər. Dürüstlük ən yaxşı çıxış yoludur. Tərəzi, əməkdaşlıq etdiyiniz insanlarla qeyri-rəsmi bir söhbət gələcək. Layihələr üçün yeni qapılar açıla bilər. Maddi olaraq özünüzü güvəndə hiss etmək istəyirsiniz. Kiçik bir qənaət planı qurun. Köhnə münasibətdən gələn bir xəbər sizi bir anlıq keçmişə aparacaq, amma gələcəyə baxın. Əqrəb, intuisiyanız bugün pik həddədir. Sabahki iclasda nə deyiləcəyini indidən hiss edirsiniz. Riskli investisiyalardan bugün uzaq durun. Stabil qalmaq daha yaxşıdır. Həyat yoldaşınız və ya partnyorunuzla dərindən söhbət etmək aradakı buzları əridəcək. Oxatan, bugün öyrənəcəyiniz yeni bir bacarıq, hətta mətbəxdə belə olsa, sizə fərqli bir özgüvən verəcək. Səyahət və ya gəzinti üçün ayırdığınız məbləğdə biraz artım ola bilər. Uzaqdan gələn bir qonaq və ya telefon zəngi
günün gedişatını dəyişəcək. Oğlaq. İş məsuliyyəti sizi bazar günü də təqib edir. Amma unutmayın, yaxşı işçi həm də yaxşı dincələn işçidir. Bugün pulla bağlı ciddi qərarlar verməyin. Sadəcə mövcud vəziyyəti analiz edin. Münasibətlərdə biraz soyuq davrandığınızın fərqinə varıb, bunu düzəltmək üçün addım ata bilərsiniz. Dolça. Fərqli və orijinal bir fikir üzərində işləmək üçün sakit bir künc tapın. Bazarın səssizliyi sizə ilham verəcək. Texnoloji avadanlıqlarla bağlı bir xərc planlaşdıra bilərsiniz. Dostlarla bir araya gəlmək və ya qrup şəklində fəaliyyətlər sizə çox yaxşı təsir edəcək. Balıqlar. Bugün sadəcə ruhunuzu qidalandırın. İşlə bağlı xəyalları reallığa çevirmək üçün enerjinizi sabaha saxlayın. Əl açıqlığınızı bugün bir az idarə edin. Başqalarına yardım edərkən özünüzü unutmayın. Yaradıcı və romantik bir gündür. Sevdiyiniz insana kiçik, əllə hazırlanmış bir hədiyyə verə bilərsiniz. 18 yanvarın sizə gətirəcəyi mesajlar bunlardır. Hər birinizin bazar gününün dinc və mənalı keçməsini arzulayıram. Sizin üçün hazırladığım bu proqnozda özünüzdən bir parça tapdınızsa, bunu şərhlərdə bildirməyi unutmayın. Hər bir şərhi özüm oxuyuram. Yeni həftəni birlikdə daha güclü başlamaq üçün sabah yenidən buradayam. Özünüzə və enerjinizə yaxşı baxın.